10 milyonluk iş ne işti ki? Gecəylə maşını satırıq, 50 min qoyuruq bu işə. Yarım milyon belindədir. Yemeğe biraz az yedin ha, partlamaya düşmüşsən ki. Ne tür deyirsən qeyliyyətdə problemdir, yaxşı. Rəhmətliyə gedir də bu. Allah köməyin olsun. Səni cıraram. Boy kaka, hemen de elə səni axtarırdım. Maşını başını bırakın, maşın getdi. 50 bin borca pul tapırsan elə. 50 bin qoyurup yarım milyon belindədir dana kaka. İndi biraz tutdu, qara qura işdi. Ama biz plan üzrə gedirik, bildin mi nəsə? Yəni səni tutulmaq ehtimalı zaten yoxdur. Deyək mən başıma bir iş gəlməyəcək ki, qaqa. Allah şükür, 3 ildən sonra sağ salamat çıxdım səndən. O gedən arda tapsam mən bilən nə... Oy! Vay kaka, hemen düz içildi bu kapının adı səni gözləyirəm ya. Bir dənə bomba proyektim var ağlımda. Deməli 20 bin borca pul tapırsan elə. 70 bin pul kazanacaq kaka. Bana deyən lazım ki, bunu riyazi savan...